Heyvanlar, ev heyvanları. Heyvanlar canlı aləmin vacib hissələrindən biridir. Heyvanları yaşayış mühitinə görə iki qrupa bölmək olar. Ev heyvanları və çöl heyvanları, yəni vəhşi heyvanlar. Ev heyvanları insanların saxlayıb bəslədiyi, ətindən, südündən, yunundan və gücündən istifadə etdiyi heyvanlardır. Ev heyvanları və onların balaları ilə tanış olaq. İnək, buzov, keçi, çəpiş, qoyun, quzu, at, dayça, uzunqulaq, qoduq, dəvə, köşək, it, küçük, pişik, mavru, donuz, çoşqa. Bu heyvanlar balasını dünyaya gətirməklə çoxalır. İnsanlar bu heyvanlar üçün tövlə, axur və dam kimi müxtəlif yuvalar düzəldir və onların qayğısına qalır. Əvəzində bu heyvanlar da insanlara fayda verir. Heyvanları incitmək və onlara zərər vermək olmaz, çünki onlar da canlıdır. Videolardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz. Fikrinizi şərhlərdə yazmağı və videoları bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.